Bax, bu dəfə təzədən başlayırıq. Kameraya baxırsan və dediklərimi təkrarlayırsan. Yaxşı? Səsini də ucalt biraz. Ana, bəs də istəmirəm elə demək. Məni əsəbləşdirsən ha. Sabah olar səndən soruşanda çaşmayasan deyəni məşq edirik. Başlayıram, danış. Mən anamı istəmirəm. Belə yox. Gözündə sevgi var. Nifrətlə deməlisən. Başladıq. Mən anamla qalmaq istəmirəm. O mənə yaxşı baxmır. Mən atam üçün darıxmışam. Sən demədim kövrəlib danışma. Belə danışsan elə bircə səni məcbur edirəm. Sən bu rahat, öz istəyinlə deməlisən. Anam pisdir, anama nifrət eləyirəm. Mən atamı istəyirəm. Oldu ana, razı qaldın? Ay sağ ol, bax belə. Bu dediklərimi eynən sabah məhkəmədə hakimə də deyəcəksən. Keç utağa. Anama nifrət eləyirəm. Mən atamı istəyirəm. Anasını itirən uşaq olmaq çox ağırdır qızım. Mən öləndə o yükün altında qalmağı istəmirəm. Mənə nifrət elə ki, mən olmayanda yoxluğum səni incitməsin.